Dünən axşamdan gəldim, çatdım Romaya. Belə bir ev kiralamışam. Tualet hamamı qəşəngdir. Xunası da pis deyil. Prosta bura əlavə kravat qoyublar ki, cibə cəmaət yata bilsin. Sadəcə bu aeroport, yəni dünyanın o başındadır. Roma şəhərindən hardasa, nə bilim, bir 30-40 kilometr kənardadır. Fumicio qəsəbəsində yerləşir. Mən də elə burada qaldım. İndi ev də buradadır. Küçəni göstərim. Açarı yerinə qaytarım qoyum. Belə yerinə qoyursan, kodu dəyişirsən, bağlıysan və salam. Bura şeydən çox uzaqdır. Aeroportun düzdür, yanıdır əslində 6-7 kilometr. Əslində çox uzaq deyil ki, piyada gəlmişəm də. Yəni piyada gəlmək olursa demək ki, çox uzaq deyil də. Sadəcə bu tərəfdə avtobus yolu var və deyəsən qatar yoxsa metro yolu da var. Belə əslində pis bir yer deyil. Aeroport o tərəfdədir. Düz bu yolun başındadır, o birisi başında. Sadəcə bir xeyli uzaqdadır da, yəni belə indi rahat görsənir. Nəysə gedim o tərəfə. Oradan da Romanın özünə. Bura Fumicio qəsəbəsidir. Allah ki, bura mənə Azərbaycanı xatırlatdı. Buna bax, ağacın altında gətirib kimsə stol qoyub ki, burada istirahət eləsin özü üçün. Buna bax, yolun da düz kənarıdır. Yəni, nə bilim. İnsan beyni hər yerdə eyni işləyir. Mənim getdiyim, İtaliyada getdiyim yollara bax da, yəni. Məndən başqa da belə insan yoxdur, ha, bu yolları gedən olsun. Nəysə, gedirəm. Bura nə maraqlı yerim. Körpünün üstü ilə gedirəm. O tərəfdə də belə bir köhnə qalanın divarları qalıb. Bura amma ümumilikdə gözəldir. Körpü. O tərəfdə də dənizə birləşir, Aralıq dənizinə. Hamı öz gəmilərini burada saxlayır. Yaxtalarını deyərdim, heç gəmi də yox. Bunlar hamısı lötkələrdir. Nəysə, gedək, davam eləyək, hara gedirik, başımıza nə iş gəlir. Gəldim, çıxdım tarixi abidənin yanına, amma bu tarixi abidənin yanına gəlməyimə baxmayaraq qapıları hər yerdən bağlıdır. Mən də yolun ortası ilə gedirəm. Burada yəni xüsusi ziyarət olunan qala divarları deyil, unudulmuş, tərk elənmiş qala divarda olsun. Özüm da yolu qutardı. İndi belə maşınların yolu ilə gedirəm. Ay, biləsən o. Mən özümə priklüçeni axtarıram da hər yerdə. Nə itim azıb mən burada, adama deyərlər. Get normal min marşruta, taksiyə çıx get də. Mən getdiyim yola bax. Yanımdan polis də keçdi, saxlayıb demir ki, hara yersən, gəl səni aparım. Nə qədər elədim, gördüm, saxlamırlar. Avtostop demək olar ki, işləmir. Götürmürlər. Ya da indi vidima fasonuma baxır ki, bundan avtostopluq çıxmaz da. Bir sözlə, nəysə, gedirəm. Sağ olsunlar. Düşürtdülər məni. Burada qatarla gedəcəm. Prosta baxıram ki, üstü başım pis günə düşdü. O, elə bir ki, şeylər, otlar vurdu da üstümə. Və otların üstündə olan, bax bu qara ləkələr, o deməkdir ki, bax yol kənarlarında olan, pləkanlar nə gündə daha, yol kənarlarında olan şeylər var, nə bilim, meyvə bağları, ya əkin bağları, bağırlar, bərbad gündə olurmuş da, sən demə. Nəysə, buradan minim qatara gedim Romaya. Gəldim Ustiyaya, Ustiyanın qatar stansiyasına. Buradan da Romaya bilet alım indi. Əli Roma. Biletim hazır. Aha, nəsə belə bir şey verdi. Ümid edirəm ki, bundan Romaya getməyə olacaq. Burada deyəsən çıxışdır. Uşaqlara var. Prosta bilmirəm, bu hara gedir. Belə gedim, belə gedim, belə gedim. This is to Rome? Sí. Okay.
Oh. Normal. Uzun bir qatardır. Qatar deyəndə metroya oxşuyurlar. Ah, nəysə. Fikir ver. Cəhət var ki, çox sirklidir buranın içi. Hədsiz sirklidir. Amma təmizləmirlər deyəsən. Tunellə gedirik, hələ görək. Gəldim, çıxdım São Paulo'ya. Bazilika São Paulo. Burada nəsə çox maraqlı bir tarixi abidə var. Bazilika. Adından da Bazilika deyəsən reyhandır. Amma nəysə, gedə görək nədir. İtaliya qətiyyən İsveç qədər təmiz deyil. Və buna bax. Buralar həm çox mənasız yazıb tökürlər, həm də hər yerdə zirzibil doludur. İçəridə də, çöldə də, hər yerdə. Bir də yəni Azərbaycan sayağı buna var. Pal-paltar zat satırlar. Mən də ora gedəcəm. Bazilika São Paulo. Açqılar 5 avro. Mıncıqlar 1 avro. Tumuş, mayka. Ürən nə istəyir satırlar. Səs görməyər var. Ora nədirsə, möhtəşəm bir tarixi abidədir, ora gedirəm. São Paulo Fuori Le Mura'dır. Bazilika arxitekturu üslubunda olan dünyada 6 yoxsa 7 nadir tikintilərdən biridir. Bu bina 324-cü ildə tikilib. Daha doğrusu 324-də əsası qoyulub. Sonradan yavaş-yavaş dəyişə böyüyüb. Amma yəni demək olar ki, Avropada bütün kilsələr, katedrallar hamısı minlərdən sonra olub. Çünki Avropa xalqları, Almanlar, nə bilim, deyək ki, Slavyanlar hamısı mininci illərdən, Skandinavlar belə mininci illərdən sonra başlayıblar xristianlığı qəbul eləməyə və kilsələri tikməyə. Buranın ərazisi də gözəldir. Xristianlıqsa ilk dəfə Romadan çıxdığına görə də 300-lərdə falan, 300-400-lərdə başladılar. Yəni düz deyil, sıfırda çıxıb, amma yəni əsasən yayılıb dövlət dini olmağına görə bir neçə 100 il keçdi. O da nəticədə yəni burada tikilən demək olar ki, bütün kilisələr, katedrallar, sonra bu cür bazilika üslubunda olan bütün binalar hamısı 300, 400, 500, 1000. Amma məsələn Avropada hamısı 1000-dən sonra 1100, 1200, əsasən də 1500, 1600-dən sonra başlayır. Çünki onlar Avropalılar hamısı gedir Amerikadan qızıl, gümüş talan eləyib gətirirlər, zənginləşirlər və tikirlər. Roma isə zaten Roma idi. Bütün dünyanın sömürgə halına gətirmişdi. Mən gəlir. Çünki bura belə asan da girmək olur da. Əsgərlər zatlar qoruyur. Prost problem ondadır ki, buradan şeydən yoxdur da keçirsən, yoxlanmışdan. Ümid edirəm ki, bilet istəyirlər, bilet alıb keçirsən. Yoxsa dronu qoymayacaqlar məndə içəri, əgər yoxlanış olsa təhlükəsizliyi ilə bağlı. Rahat keçdim, oradan keçməyinə problemdir. Şeyi yoxlayırlar, prost təhlükəsizlikdir. Ki, üstündə silah ya bomba zad olmasın, nə belə bir şeydir. İndi görək, ümid edirəm bilet zad istəməyəcəklər, çünki deyəsən bilet yoxlayan yoxdur. Hər halda yoxdur. Bura qədər istəyən olmayıb. Bilmirəm, indi bundan sonra olacaq, yoxsa yox. Amma gedirəm. Sadəcə arxitektura mükəmməldir, mükəmməl. Gözəllik də ki, wow-dur. Yəni, bu başqa bir dünyadır. Və bu 24-cü ildə tikilib. 324. Daha doğrusu əsası qoyulub. İndi hər halda o vaxtı belə olmayıb. Axırıncı dəfə deyəsən 1806-cı ildə yanıb bir dəfə. O qaralar da, qapqara olmağı da ondandır. Yanıb pis günə düşüb. Ondan sonra şey olub, təzdən restavrasiya ediblər. Amma çox güman ki, bu kolonlar, zatlar, bunlar hamısı elə əvvəldən var imiş. Bunlar nəsə orada oxuyurlar, mənim başım çıxmır, neynirlər? Nə yapıyorlar? Sözün əsl mənasında heykəltaraşlıqda İtalyanlara çatan yoxdur da. Buna gözəllikdir. Buna bax. Özdə hamısı
Çox böyük deyir. Yəni senatorların, sonra keşişlərin heykəlləri. Gedək buradan giriş. Yəni tək dərdim odur ki, pulsuz olsun. Başqa etsin. Yəni zəhləm yedir pul verib kilsəyə girəndə. Tək istədiyim odur, pulsuz olsun. Allah hə, pulsuzdur sənə. Bomba kimi şəllənəvonis. Çəkilin görək. Oha. 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 Bu nə boyda zala. Wow. Ola bu nədir? Buna möhtəşəm şeydir. Oha. Belə bir şey yoxdur da yəni. Wow. Adamın ağzı açıq qalır ya. Mən çox yerlər gəzmişəm də. Belə bir şeyi ilk dəfədir görürəm. Stadion boydadır ya bura. Stadiondan da bəlkə böyükdür. Bu arxitektura bazilika adlanır. Kolonlar kənarda, orta boş və qıraq, əlavə ekstra sahələr. Bu bazilika arxitektura şeyidir, tikintisidir. Maraqlıdır. Bu tərəfdən, bax, indi buradan ora gedəcək, çıxmağa bir 15 dəqiqə vaxt çəkəcək. O qədər böyükdür yəni. Və hər kolonun üstündə də təsəvvür edir ki, 2 dənə çox güman ki, dini xadimlərin əsərləri, şeylərdir, portretləridir. Getdi də yəni, gör hara qədərdir. Oy. İtaliya möhtəşəmdir də. İtaliya başqadır. Sözün əsl mənasında wow-dur. Bunlar nəsə ibadət edirlər. Maraqlıdır. Özü cavandılar. Adətən dindarlar yaşlı olur. Bunlar nəsə dini ritual icra edirlər. Amma, yəni, bu nə gözəllikdir, belə bir şey olar. Bu nə gözəllikdir, bu nə... Çox gözəldir, bura. Həcilər oxuya-oxuya gəlir. Dini ritual icra edirlər nəsə. Yəni, indi onların səsi ilə gələcək, amma məni valeh elədi də. Hələ orada salon yəqin ki, çox fərqli olacaq. Görüm. İki də yazıq burada. Bitər olub. Kişi sağ olsun, mən qapını açdım. Girdim içəri. Normalde orada bağlıydı. Ama yani wow. Demək ki, Roma imperiyası, bax bu binanın bu gün tiksən milyardlarla pul olar da. O vaxtı daha çox pul, daha çox, yəni bu sütunların daşınması, mərmərlərin daşınması üçün daha çox logistikaya pul xərcləyiblər. Yəni bu gün 1 milyarda bu texnika ilə başa gəlirsə, bu yəni 1000 il bundan qabaq 10 qat, bəlkə də 50 qat daha baha başa gəlirdi. Təsəvvür et ki, bəlkə də o vaxtın pulu ilə 10 milyard, 100 milyardlarla pul xərcləyiblər ki, bu imperiyanı və yaxud da bu binanı tiksinlər də, düzdür. Yəni, gör nə qədər zənginlik olub. Və zənginlik hər zaman həmişəki kimi ədalətsiz dağılıb. Bu zənginlik sadəcə Romanın deyil, Romanın işğal elədiyi bütün xalqların, İlham Əliyev demişəm, bütün xalqların zənginliyinin daşıyıb Romaya gətirilməsi ilə əldə olunub. Öz başına deyil. Amma möhtəşəmdir, yəni. Gözlə görmək qədər
mükəmməl, heç bir şey yox. Yəni buranın aurası çox mükəmməldir, yəni. Gözlə tamam başqa cür görsənir, kadrlarda başqa cür görsən. Bilmirəm, bəlkə də mən çox valeh olmuşam. Wow! Cəmaət buradan aşağı düşür. Yəni, bura hara yer? Hara yersiz, ha? Nə var orada? Bunlar səhv eləməmsə, burada gəlib belə aşağı düşüb şey eləyirlər. İbadət eləyirlər, bir sözlə. Ustitiya, çıxış buradandır. Getdim, yetər. Amma yəni sözün əsl mənasında wow. Rənglər, ornamentlər, yəni nə bilim. Daha məsələn, mərmərlərin seçim fərqləri də, rəngləri, ahəngdarlıq çox qəşəngdir. Yəni göz oxşuyur belə. Mükəmməl bir sözlə. Çıxış buradır deyəsən. Ustitiya, buradan çıxış. Wow, nəysə. Hamısı mərmər sütunlardır. Bu insan əməyidir. Bunu necə yaradıblar? Nə bilim, yəni qədim insanlara 1000 il, 1500 bundan öncə yaşayan insanlara həqiqətən də həsəd aparıram ki, gör nə qədər zamanlar olub ki, bu qədər gözəllikləri yarada bilirlər. Amma hamısı mərmərdən və hamısı əl işləri, oyma. Yəni hiss olunur da, fikir ver. Kənarlara bax. İndi hamısını makine eləyir. O vaxt hamısını əllə bir. Mükəmməl bir sözlə. Diqqətimi çəkdi. Bax, burada bir rəsm əsəri var. Qoyun başında da adətən İsa'nın başında o şeyi çəkirlər. Qoyunun üzərində müqəddəsliyin simvolu olan. Burada da qoyunun başına çəkiblər. Necə İslamda var, qoyun müqəddəsdə, tipə qoyun gəlir, İbrahimin oğlunu qurban eləməyi qarşısını alır. Eyni şey də buradadır. Zaten eyni dindir də. Daha doğrusu eyni adətdir, gələnəkdir. Ümid edirəm ki, burada dron qaldırmaq olacaq. Çünki bəzi binaların üzərindən qaldırmaq olmur, icazə verilmir. Xüsusi lisenziya almaq lazımdır. Amma oradan mən elə yer qalxsa, qəşəng bütün şəhəri çəkə bilərəm. Daha doğrusu bu binanın ümumi görüntüsünü. Yəni, üstdən görüntü daha gözəl olacaq. adi küçələrdən biridir. Bura baxıb deyə bilməm ki, bura İtaliyadır, yoxsa Türkiyədir, yoxsa İspaniyadır. Məsələn, İsveçdə adi küçələrdən keçdiyin zaman hər bir küçədə sən o fərqi hiss edirsən ki, hə, bura İsveç. Burada ama yox, burada elə bir ciddi bir fərq yoxdur. Sadəcə tarixi binalardan bilirsən ki, hə, bax, qarşıda bir
tarixi bina var. Ondan başa düşürsən ki, ha, bura nədirsə bir qədimi yerdir. Ən qədimi yerdə Avropada İtaliyadır. Bitti. Teoriya bundan ibarət. Yoxsa belə, yəni, səni yolun ortasında bıraxsalar, qətiyyən hiss eləməzsən, yəni, özünə məxsusluğu. Gəlib çıxdım Romanın qala divarlarına. Artıq Roma şəhərinin qədim qala divarlarının bir hissəsidir. Bunun içi, Roma bunun içindədir bir sözlə. Ay, sub tökülür buna bax. Qədim qala divarları 1000 illərlə yaşı var ya, amma bu qala divarlarının uzana gedir. Və natəmizlik, zir, zibil tökülüb gedir evri. Yəni, baxmırlar şəhərə. Bax, qala divarının bir hissəsi də orada uzana gedir. Bunu yəqin ki, sonradan tikiblər, bu piramida kimi binanı bilməm nədir. Oradan giriş də var bir dənə. Yəni, 100 illərlə yaşı var bu tikilinin. Bilmirəm, burası mənası nədir. Normalda qala divarı qarşıdadır və qalığı da o tərəfdədir. Gözəldir amma. Tarix yağır, yəni. Belə tarixi şəhərləri görəndə ləzzət eləyir. Roma çox böyükdür. Bu hələ şəhərin sadəcə bir hissəsidir. Mənim tramvaya gedim o tərəfə. Qapıları açılanda çox səs eləyir. Amma ümumilikdə belə pulsuz minib düşmək olur. Yəni, mən pul vermədim də bir sözlə. Qabaqda da Kolizeydi deyəsən. Ya da 1-2 astanovka sonra. Prinsipi piyada getmək istəyirəm. Yəni, qapıları belə bağlananda düyüt, çox silişkim, çox səs verir. Hə, deyirəm də, Kolizey oradadır. Tramvay. Qaçdıq. Oy. Orada şəhərin hər yerindən tarix yağır, bir damına bax. Mükəmməlsən, nə mükəmməl Roma. Roma başqa bir dünyadır da, yəni. Yemək zatı yeyirlər. Oturub sadəcə buraları çox kirlədirlər. Yiyəndən sonra zirzibilləri burada buraxıb gedirlər. Niyə elə eləyirlər, mənim başım çıxmır. Amma eləyirlər faktiki olaraq. Buradan indi dronu qaldırım. Oraların hamısını çəkim qəşəng.
Saat ildırım çağır, yağış başladı. Koydum. Heç olmasa DJI kameranın zaryadkaya. Üstümüzdə bir dənə qara bulut gəldi. Yəni bayağı qaradır da. Yağış da yağır, amma dənə-dənədir. Amma ildırımlar çaxır. Ne oluyor lan? Göy. Yağış sürətləndi. Orada da bir dənə qara bulut var. Yəni bu yağış da başladı yağmağa. Bu nəsə o deyil də yəni. Havanın beyni söndü reski. Havanın beyni reski söndü. Yəni bayağı şakka-şukdur. Ne oldu Ayqa? Sen böyle değildin axı. Niye əsəbləşdin? Kim səni əsəbləşdirdi? Bu yağış değil la, bu leysandır. Belə yağış olmur. Ne var? Belə yağış olmur da, belə leysandır. Bilmem görsənir yoxsa yox. Oha. Vay 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 vay. Bilmem görsənir yoxsa yox. Bir dənə yağış yağır. Oy 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 oy. Ağacın altında gizlənmişəm. Yəqin ki metro ilə gedərəm. Yəni o deyil. Ambulansların səsi adamın başına düşür. Belə səs ola. Belə ambulans səsi birinci ancaq İtaliyada eşitmək olur. Nədir ola? Ambulansın ambulans səsi var da. Bu nə leysandır la. Ola hey. Bir dənə ağacın dalında gizlənmişəm hətta ona. Kuşlar da ağacın altına yayır. Buna qarğa da islanmasın deyənə buraya. Sən halal da qarğa, sənin başın işləyir. Oy 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 oy. Yerdəki bir dənə. Bu yağış değil de, belə yağış olmur. Bu leysandır. Bu leysandır. Ola 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 ola. Gizlən. Getdikcə azalmaqdan çoxalır yağış. Ama dayday da gəldi, girdi bura. Ama bir dənə. Leysandır, leysan. Ama bu çimi be konkret. Bu belə olmur da, yəni belə yağış olmur. Ne var? Belə yağış olmur. Belə leysan olur. Neyse düşdüm metroya. Kartımı da şarj elədim. Burada elə ki kartı yaxınlaşdırırsan, aldığın kartı. Ya təzə kart alırsan, ya da köhnəni buraya yaxınlaşdırırsan və 1.5 euro yükləyirsən, gedir. Sadəcə problem ondadır ki, üstümə var bir dənə. Bəyənmiyorum. Bu da mənim ancaq üzümə takılıb. Gözlə görək kəbli. Sadəcə bir neçə saniyə yağışa düşdüm. Sadəcə bir neçə saniyə. O ağacın altından oraya qaçana kimi, yəni o günə düşdüm də mən. Heç nə. Kartı belə yaxınlaşdırırsan, açılır və girirsən metroya. Metro indi bilməm, hara gedir. Gəldim, girdim metroya. Belə interesting metroları var. Yekə-yekə. Mən üzü o tərəfə gedəcəm əslində. Metro gəldi. Amma metroları şeydir, xoşuma gəldi. Belə enlidir, çox dar skala deyil, havalıdır, külək zat rahatdır da yəni. Bir də bura Kolizeydir yəni, Kolizeyin ətrafında insan çoxdur məncə. Yağış hələ yağır. Zibili çıxdı. Yağışın yağmağı işləri körradı. Qarğa bazarına döndü. Yağış yağır deyən, hamı yığışdı bura. Oldu probka.
Çıxın görək. Kolizeyin çıxışı. Yağış yağmır axı. Camaat niyə ilişib burada qalır? Şurada yağış yağır, çox bayaqkına nisbətən çox az yağır da, yəni. Hər yer yamyaş oldu. 2 dəqiqənin içində. Camaat suyun içindədir. Millətə bax. Turist deyirəm sənə. Yağışın yağmağına baxmıyor ha. Amma məncə daha yağası deyil. Burası sadəcə mənim fikrimdir də. Gəlirlər. Yüz minlərlə. Burada da var. Karoti. Kolizeyin içinə girə bilməyəcəm, çünki biletə pul verməyə mənası yoxdur. Hava və yağış yağmasa dronla qaldıraram. Ya bugün ya da sabah. Amma mütləq paylaşacağım şeydə. YouTube videomda geniş paylaşacağım. Əgər 2 hissəyə bölünsə, daha doğrusu video çox olsa, ikinci hissədə paylaşacağım. Baxaq, görək başıma nə gəlir. Amma hər küçəsi, hər yeri tarixdir də buranın. Roma inanılmaz gözəl bir şəhərdir. Kolizey. Bu Kolizeydən 6 dənədir yer kürəsində. 6 mı 7-dir? 7-dir deyəsən. Biri Xorvatiyadadır, Zadar şəhərində. İkisini, üçünü görmüşəm də bir sözlə. Biri Romadadır, biri İtaliyanın başqa şəhərində olmalıdır hardadsa. Sadəcə sökülüb bəzi hissələri qalıb. Burada Kolizeyin digər bir tərəfi. Mən o tərəfdən gəldim, fırlandım bu bir tərəfə. Sadəcə hündür yer tapmalıyım ki, hündür yerdən Kolizeyin başına bir dənə dronu fırladım. Amma insan da çoxdur da, həddindən artıq çox. Fikrimi dəyişdim, marşrutla gedim otelə. Oteldə həm əşyalarımızı rəfəyə qoyum, həm bir duş alım qəşəng. Ondan sonra çıxım təzdən gəzim. 85 nömrəli marşruta minim. Onsuz da demiyorlar ki, pılsızdır hər şey. Yağış yenə yağır, amma həm gün çıxıb, həm yağış yağır. Belə romantik hava var. Amma insan çoxdur, yəni turist çoxdur. Lap çox. 85 gəldi, buna minək. Turistlər 1 saatdır sorğu-sual edirlər. 1-2 astanovkaya gedib düşəcəm. Bura götürdüyüm evdir, hamam tualeti. Bu da yatağı. Qəşəngdir, əladır, superdir. Kondisioner sərin var. Burada da belə interesli balkonu var. Buradan baxmaq olur balkondan. Daha doğrusu pəncərədən balkon deyəndə. Belə ümumi dəyər, qəşəngdir, səliqəlidir, yaxşıdır. Vatikan Roma şəhərindən belə hər tərəfi qala divarları ilə ayrılır və ürəyin istəyən yerdən girə bilmirsən də, bəlli bir giriş-çıxışı var. Hər tərəfdə belə hündür qala divarları ilə örtülüdür. Belə bulaqlardan bizdə də var. Yəni indi bilmirəm, amma əvvəllər belə bulaqlardan var idi da. İnandırım sizi ki, bəlkə də 1000 illərin bulağıdır. Qalıb orada. Vatikanın möhtəşəmliyi də ki, göz qamaşdırır. Burada çoxlu şeylər, rahib falan görmək olur. Yəni hər yerdə bu qədər çox rahib görmək olmur, düzdür, amma yeminli burada görmək olur. Bu. Sadəcə keçən səfər biz sağ tərəfdən gəlmişdik. Belə bir meydan var burada. Yoxlayırlar. Səhv eləmirəmsə. Bura çıxışda girişdir. Bura həm girişdir, həm çıxışdır deyəsən.
Arxitektura baxımından, yəni mükəmməl bir şeydir də, buna bax. Orada heykəllər, binaların üzərində çox gözəldir, çox. Plus burada şeylər var. Əskər deyək də. Multfilm kimi görsənirlər. Neyse, getdik belə. Yəni turist sayı hələ indi yəqin ki biraz azdır. Biz keçən səfər Samirgillə gələndə də burada nə qədər adam var idi. Elə indi də az deyil, kifayət qədər insan var. Bu heykəl misdəndir. Səhv eləməmsə şeydir. Neydi o? Nuhun gəmisidir. Onu simvolizə eləyir. İnsanları İbrahim deyil, şeydir. Nuhun gəmisidir də, səhv eləməmsə. Yığır cəmaatı. Yağış başladı ki, ha. Yağış yağır, Allah haqqı. Yenə qara bulut gəldi. Mənim bəxtimdəndir. Yala nə olur? Olmadı ki sənci. Gəbli. Heç belə eləyirsən. İmkan ver də. Yaxşı iş görmürsən axı. Polisiya. Gözəldir buralar, çox gözəldir. Yəni insanlar olmasa və burada o şeyləri, dəmir-dümürləri yığışdırsalar, heç bilməzsən də ki, yəni bura 2025-ci ildir. Rəsmən millətə bax. Gör nə qədər insan girir içəri. Mən hələ də Vatikan, yəni o binanın içinə girməmişəm də, girib oraları gəzməmişəm. Hələ də. Yağış güclənməsində bir dənə olar. Elə-belə bir-iki dənə axırsa olar. Problem yoxdur da. Amma yəni çox yağmasın. Eləmə belə. İnciyərəm səndən. Eləmə. Çox qəşəngdir. Yəni tarix həmən hiss olunur ki, wow. Amma belə yağışın yağmağı yaxşıdır ki, az insan olacaq. Hamı qaçıb gelib gizlənəcək. Ümid edirəm, ola yağış gücləndə təqə. Neyse, qaçım orada gizlənim. Arvad da quşları yeniləyir. Yağışa bax bir dənə. Bilməm. Görsənir yoxsa yox. Yenə başladılar leysan. Allah mən bəxtimdəndir elə bir. Amma maraqlısı odur ki, sadəcə bir dənə bu qara bulud da, o getsə, oradan günəş çıxacaq, yenə hava açılacaq. Yəni elə bir ki, o qara bulud məni gözləyir də. Dalımca düşüb. Yaxşıdır. Meydan boşaldı hətta, bomboş. Romanın hər küçəsində belə bir tarix yazır. 20 görüm içində nə var? Özdə hər bir kilsəsi də ayrıca bir sənət əsərləri, sənət əsər nümunələri ilə doludur. İnsanlar ibadət edir deyənə danışa bilmirəm.
Buralar çox gözəldir. Hər bir çox maraqlıdır ki, məsələn, İtaliyadakı kilsələrin, katedralların və bunların hamısı Avropanın başqa ölkələrindəki katedrallardan, kilsələrdən tamamilə fərqlənir. Həm tikiliş tarixi baxımından, həm də strukturunu ilk xristianlığın şeyi olub da, kişi çaxır içir. Gözəldir, çox gözəldir. Yəni, tarixi əsərlər baxımından çox qiymətlidir və buradakı əsərlərin hamısının bu gün milyonlarla dəyərində. Çünki hamısı dünyanın ən tanınmış rəssamları tərəfindən çəkilmiş 500 ildir, 800 ildir demək olar ki. Zənginlik yardır, yəni kilsələr çox zəngindir. İncəsənət əsərləri baxımından. Şey yer, kasanın içində pul verir. Bir insan özünü dinə qurban verir və sonda dinin simvolu olur. Bu da bazilika üslubundadır. Bax. Belə sütunlar, iki qoşa sütunlar gedir. Ortada hol, bazilika arxitektura quruluşunda. Getdik digər yerlərdə gəzim. Romanı gəzirsən, bitmir. İnanılmazdır, çox gözəldir. Hər bir hündür, qədimi binalar. O binanın gözəlliyinə bax, möhtəşəmliyinə bax yəni. Başqadır da. Özdə burada, bura bibliotekadır, səhv eləmirəmsə. Burada kilsədir. Girim görüm içində nə var. Oy, bura biraz qaranlıqdır. Çünki ətrafındakı bütün binalar hamısı buranı sənki elə bil bağlayırdı yəni. Amma burada ümumiyyətlə arxitektura baxımından İtaliya, əsasən də Roma şəhəri gəz doymursan da yəni, gəz doymursan. İnanılmaz gözəldir. Kolonlar, hər bir kolonun rənglənməsi, nə bilim, naxışlar, rəsm əsərləri. Başdan ayağa möcüzədir buralar. Bəzilərində belə, bəzi katedralların, kilsələrin altında da belə şeylər bastırıblar. Buranın keşişlərini və yaxud da papaları və ya o dini rütbəli insanları. Gözlə görmək, bilmirəm kamerada necə görsənir, amma gözlə görmək tamam başqadır da, yəni bu. Buna bax, rənglərə bax, mavi rənglər. Rəsm əsərinə bax. Naxışlar, ornamentlər. Hələ arqana bax. Gözəllik, yenə də gözəllik. Tanrını tərənnüm eləyib insanlar konkret incəsənət əsərləri yaradıblar. Heykəltaraşlıq, rəsm, musiqi, hətta arqan sayəsində sonra pianino
Ondan sonra da simfoniya, orkestrla musiqilər, yəni hamısı Tanrıya görə. Biz də bəlkə də zamanla onları biz Tanrı olmasaydı da başqa bir formalarda kəşf eləyəcəkdik. Amma Chopinlə səhv eləmirəmsə, musiqidə romantizm dövrü başlayır, yoxsa Beethovenlə. Mən musiqici olmadığım üçün yanlış nəsə deyə bilərəm. Əgər yanlış deyirəmsə düzəldin. Amma mükəmməldir də, bilmirəm. Mən bu cür tarixi əsərləri, bu cür tarixi binaları çox sevirəm. Yəni insanların zəhmətini görürəm burada. Milyonlarla insanın saatlarla zəhməti var. Hər bir toxunuş, hər bir detal, hamısı insan əməyidir. Mükəmməldir. Rəsm əsərlərinə bax, hamısı divarlarda.
görüntüsü belədir. Hava çox qəşəngdir. O tərəfdə Kolizey idi. Yetər amma bu günlük bu qədər bəsdir. Çıxış haradır bilmirəm. Bu binanın tikintisi bilmirəm neçə yüzülə başa gəlib. Amma inanılmaz gözəl bir binadır. Yəni imperiya hiss olunur. 17.550 kvadrat metrdir, 81 metr hündürlüyündədir. Yəni və 1885-1935-ci illərdə desən tamamilə bitib. Mükəmməl görsənir. Nəysə çıxışa gedim. Hissələri muzeydir, muzey hissələri pulludur. Mən amma sırf pulsuz olan hissəsini, həm də vaxtım yoxdur. 2 saat, 3 saatdan sonra təyyarəm var. Oğlum, yer çox sürüşkəndir. Dəhşət sürüşkəndir və günəşlidir deyənə. Bizə dəqiqə bunu belə edeyim, düzəlsin. Çıxışa doğru hərəkət edeyim. 81 metr hündürlüyündə, böyle telefondan oxuyuram. Proyekt был разработан Giuseppe Socchini. Giuseppe Socchini tərəfindən bu proyekt hazırlanıb. 1878-ci ildə решили возвести монумент. Hə, o şey söhbət gedir. Həmin o heykəli səhv eləmirəmsə. Çıxış deyəsən buradandır. Nəysə bu binadan çıxmaq da özü bir yarım saat zaman alır deyəsən. Dəsən. Lift də var. Liftlə də çıxmaq olur. Binanın üstünə də çıxıb, üstündən bütün şəhəri görmək olur. Amma mənasızdır. Dron olandan sonra dronla hamısına baxa bilirsən də. Yer hamısı mərmərdir. Par-par parıldayır. Romanın hər küçəsi möhtəşəmdir. Anla bax. Küçələrin arasından belə tarixi binalar görsənir. Adamı belə bilmirəm. Mən daha çox həyəcanlanıram elə şeylər görəndə. Wow deyirəm. Ləzzətdir, ləzzət. Kayfello. Gəldim, çıxdım hal-hazırda Ostiense stansiyasına. Bura dəmir yol stansiyasıdır, tamamı. Buradan qatar gedir. Qatar tez gedir də, 20 dəqiqəyə gedir, çatır aeroporta. Burada belə normalda avtobuslar gəlir. O tərəfə də metro gəlir. Metrodan düşüb də gəlmək olur. Mən avtobusla gəldim. Orada bir yer var idi. Nataxtari satırdılar. Düşdüm, nataxtari aldım. Belə indi buradan da qatarla gedəcəm aeroporta. Həm ucuz, həm sürətli, həm keyfiyyətli. Taksi falan bahadır. Səhv eləmirəmsə, avtobuslar da gedir aeroporta, qatar da gedir. Qatar daha rahatdır məncə. Yəni sorunsuz. Getdiyim şəhərlərdə həmişə çalışıram ki, hər bir vasitəni yoxlayım da. Avtobusu, qatarı, piyada getmək olurmu? Nə bilim, avtostopla getmək olurmu? Çünki daha çox şeyləri dənədikcə daha çox bilgi əldə edirsən, çox yaxşıdır. Prosta burada şeylər yoxdur. İndi bileti nə ilə alacam? Kassadan almaq lazımdır. Ticket office. Online almaq olmur. Var da burada. Buradan almaq olur, səhv eləmirəmsə. Baxın. 8 avrodur qiymət və hər 15 dəqiqədən bir gedir qatar. Ona görə bir daha birini seçim alım. Gələndə aeroportdan 2 avroya gəldim. İndi amma 8 avro ödədim. Hal-hazırda şeyi çıxardır. Birbaşa tiketi çıxardır. Aha. Collect your ticket. Tiket budur. 8 avro. Burada da yazır Fumicio Aeroport. Okey, sonra. Keçən səfər səhv elədim. 2 dənə kağız çıxartdı. Burada amma bir dənədir. Cəmisi. Şey. Qutardı. Başqa bir şey istəmir və tələb eləmir. Aha, çeki də çıxardır deyəsən. Biraz geciş deyir bunlarda sistem. İngilis dili. Beware of pickpockets. In case of Safe need, travels, ask stop museum. only Trenitalia staff for more information. Nəysə, gedim indi qatarımı tapım görüm. Qatarım hardan gedir? Məncə elə şeydən gedər, baxım görüm. 33 kilometrdir burada yazılıb. Aha, burada yazılıb. Fumici Aeroport 1402 12-ci şeydən gedir. Orada yazılıb. Görsənir yoxsa yox.
12-ci xətt. 12-ci xətt hardadır? Bura 1-dir. White-dan var. Getdik 12-ci xəttə tapaq. Yadımda qalsın, bundan sonra Fiumicino aeroportuna gələndə, Fiumicinodur, Fiumicinodur nədir? Aha. Yəni Romanın aeroportuna gələndə İsveçdən T1, T3 terminalına gəlir. Zaten buradan qatar da var. Qatara minsən 8 avroya birbaşa gedirsən də, yəni ehtiyacı yoxdur şeyə, nədir? Mənim kimi nə bilim piyada get, avtobusla get falan. Düzdür, o mən getdiyim yolla getsən 2 avroya girib çıxırsan, daşı 1,50 avroya. O daha ucuzdur təbii ki. Amma yəni rahat 1-2 saat piyada getməsən dəyməz yəni. Ən rahatı budur. 2 dəqiqəyə çatdın ora, oradan mindin, getdin də. Yəni 8 avroya biletini aldın. Romanın içindəsən. Özdə düşdüyün yerdə də mix market var. Orada da nataqda arizad almaq olur, yəni qəşəng bomba kimi. Yəni